Selamun aleyküm ve rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibina tahirinel ma'suminel muntecebin. Hoş gördük sizləri, əziz qardaş və bazılarımız, Əhl-i Beyt əleyhissalatu vesselam aşıqları, İmam Rıza əleyhissalatu vesselamın aşıqları, ağamızın, moğlamızın, sərvərimizin 8-ci İmam Rıza əleyhissalatu vesselamın əzəmətli məhzərindən sizlərə duaçı, salam dualarımız var. Biz keçən Ömrün Meyvəsi kitabından gəlib bura çatdıq ki, mübarək Quran-ı Kərimin ayəsini sizin xidmətinizə qismən çatdırdıq. Amma indi bugün tam surətdə sizin inşallah Allahın izni ilə xidmətinizə çatdıracağıq. Biz keçən bəhsimizdə dedik ki, Quran-ı Kərimin təfəkkürü ilə desək, Quran-ı Kərimin təfəkkürü sayəsində tərbiyə alanların baxışları daha geniş olur. Yəni möminlərin baxışları daha geniş olur. Övladlarının sağlam tərbiyəsi ilə bərabər onların başqaları üçün rəhbər, nümunə və örnək olmalarına da əhəmiyyət verirlər. Bunu Allahdan istəyirlər, arzu edirlər. Onlar mehriban Allahın dərgahından belə təmanna edirlər. Buyururlar ki, mübarək Furqan surəsinin mübarək 74-cü ayəsi, siz də bunu mütaliə edə bilərsiniz, oxuya bilərsiniz. Buyurur, Azərbaycan yazısı beləncədir. Buyurur ki, və o kəslər ki, ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı, nuru olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam, rəhbər et. Gör, nə qədər geniş bir təfəkkürə malikdir bu insan, bu ruhani insan, bu mümin insan. Niyə? Çünki mümin insan həm bəsirət, həm ədəb, həm də elmi formada tam surətdə Allahın o nemətindən yararlanmış bir formada tərbiyə tapmışdır, tərbiyə görmüşdür. Bu insanlara onun üçün Allah Teala ad qoyub mümin. Mümin Allahın bir sifətlərindəndir. Həmən bu istədiyi bəndələrə də o adı qoyub ki, bu bəndələr əksər yerlərdə həmişə, hər bir yerdə olursa olsun, əgər orada mömin varsa, Allahın xüsusi nəzəri var və mübarək Quran-ı Kərimin ayələrinin belə deyək, ciddi bir şəkildə ehtiram nöqtəsidir o mömin orada, həmin bu yerlərdə. Bunun üçün, əzizlər, mən sizdən səmimi bir formada danışıram, lakonik, ümmüşlər dilində danışıram ki, bu gözəl, əzəmətli məhzərdən bir-birimizdən istifadə eləyək inşallah və bəhrə aparaq. Quran-ı Kərimin bu mübarək sözlərini öz dilimizlə mən sizə çatdırdım ki, sizin belə deyək, xidmətinizə bu mübarək ayəni çatdıraq və onu qismən də olsa lakonik formada açıqlayaq. Əlbəttə, insan eləyə bilər, Rəbbani rəng alsın, yəni Allahın rəngini alsın, eləyə bilər də şeytani rəng alsın. Bunun öz ixtiyarındadır. Bildiyimiz kimi Allah Teala icaza baxımından, izin baxımından iki yerdə insanlara icaza verir. Bir fitrətən, bir də şərən, şəriət baxımından. Fitrət baxımından dağ, daş, çay, insan, külək, hər nə məxluq varsa, bunların icazəsi fitrətidir. Fitrətinin öz əlində deyil. Elə bilməz insan öz qəlbini saxlasın, 5 saat döyünməsin, sonra döyünsün. Mümkün deyil bu. Eləyə bilməz. İnsan, məsələn, məddə bağırsağını saxlasın ki, 5 saat, 10 saat, 15 saat ki, işləməsin. Tam ölü formada sonra işləsin. Mümkün deyil bunlar. Bunlar bəs fitrətəndir. Amma bəzi icazələr var, şəriət çərçivəsindədir. Onlardan biri də övlad tərbiyəsidir. Övlad tərbiyəsində Allah Teala bizə bir yol göstərir. Buyurur ki, möminlər belə deyəcəklər, deyirlər. Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur. Və bizi müttəqilərə imam, rəhbər təyin et. Biz rəhbər olaq, sənin nümayəndən biz olaq insanlar içərisində ki, onlara yol göstərək ki, ay insanlar, ay bəşəriyyət ki, sizi Allah yaradıb. Nə üçün yaranmısınız? İndi hardasınız, harda idiniz və bundan sonra hara gedəcəksiniz? Və nə iş eləməlisiniz ki, cəmiyyətə sizin xeyriniz dəysin? Bu,
mübarək Quran-ı Kərimdə Allah Teala buyurur ki, bunu möminlər, mütədəyyinlər və o kəslər bunu istəyəcəklər Rəblərindən. İstəyirlər ki, onların gözlərinin nuru yaradılsın, onlara əta olunsun, övladlar ehsan olunsun və həm də övlad öz yerində bu övlad elə bir övlad olsun ki, digərlərinə də rəhbər olsun, müsbət formada, faydalı rəhbər olsun. Və bu baxımdan Allah Taala'nın bizə belə deyək, hədiyyə etdiyi bu gözəl ayə bizim üçün ən gözəl nümunə olar ki, biz ailədə öz fikrimiz, zikrimiz səhih formada, düzgün bir formada belə deyək, cəmiyyətə çatdırılsın, intiqal tapsın, müntəqil olsun, çatdırılsın. Bu özlüyündə elə həmin o atanın və ananın da digər cəmaət arasında rəhbərliyinə dəlalət eləyir. Allah sizə və bizə, hamılarımıza izzət versin. Vəssalamu aleykum və rəhmətullah.